Dövlət İdarəçiliyi Akademiyasında süni intellektin dövlət idarəçiliyində yeri və rolu, dünya və Azərbaycan təcrübəsi mövzusunda Respublika Elmi Praktik Konfrans keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin iştirakı ilə baş tutan tədbirdə süni intellektin dünya üzərində xərcləri 30%-ə azaltdığı vurğulanıb. Həmçinin dövlət idarəçiliyində rəqəmsal transformasiya mövzusuna toxunulub. İştirakçılar süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası və milli süni intellekt modelini formalaşdırmaq barədə çıxışlar edib. Rəqəmsal dövlət idarəçiliyi həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan ölkələrdə geniş fürsət alaraq qlobal trendə çevrilmişdir. Azərbaycanda bu sahədə atılan səmərəli və təsirli addımlar ölkəmizin Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2 ildən bir nəşr olunan elektron hökumətin inkişafı indeksinə görə yüksək indekslər qrupuna daxil olan ölkələr sırasına daxil olmuşdur.